Gizlin sandığı olan güclü qadın Afaq Bəşir qızı Səfərova. O 1955-ci ildə Bakı şəhərində anadan olub. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Səfərova, Sumqayıt Teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Allah'ın seven budur 25 ildir bu beni yandırır böyle alovsuz yandırır beni. Onun Bəxt üzüyü tamaşasında yaratdığı söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyni adlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür. Afaq Bəşir qızı uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparıb. Həyatda tək olub. Həyatın onu tərbiyələndirdiyini deyən xalq artisti Əhməd Təhməzovla evlidir. Səmral adlı bir oğlu Bəşir və Əhməd Paşa adlı 2 nəvəsi var. Söylü olmadım, söylü qalmadım. Mənim bala başa bəlada suğram var. Digər obrazlarım var. Yəni mən sonrakı rollarımla yenə tamaşaçı yaddaşında qaldım deyə o bildirib. İncəsənətdə pul yoxdur sənətkar. Haqqımda o qədər eşitdim ki, Afaq xanım çox güclü qadındır. Artıq bunu özümə bir xasiyyət kimi qəbul etdim və həyatımda şuura çevirdim. Hansı qadının zəif halları yoxdur? Hansı qadın göz yaşından qaça bilir? Elə bir qadın tanımıram, amma bütün bunlar hamısı Afaq Bəşir qızının gizli sandığında olur. O açılmır. Onu heç kim görə bilmir deyə bildirir.